Özüm əslən Xızı rayonunun Xırək kəndindənəm. Sevinirdi hamı ki, bugün tutmaz bişəcək. Mən özüm burada Coratda anadan olmuşam. Corat cəmaatı çox gözəl insanlardılar. Lavaşdı kəsilib, hazır təpitmə eləmişik. Bax, anam rəhmətli doğaya belə, doğaya xırda küftələr atırdı. O mətbəxin sərhədi yoxdur. Vitse-prezidentimiz Mehriban xanımı mən hərdən izləyirəm, çox vaxt izləyirəm. Bizim qadının qadınlığı, gözəlliyi onun vəzifəsi ilə ölçülmür. Onun mətbəxi ilə ölçülür. Biz özümüz 6 il Türkmənistanda yaşamışıq. Bir çimdik duz atanda mən onları yad edirəm. Allah rəhmət eləsin. Kim ki deyir, bunu tutumlu deyil, laf gözəl də tutumludur. Bismillah. Mən Əliyeva Mətanət Balaqadeş qızı. Özüm əslən Xızı rayonunun Xırək kəndindənəm. Amma burada Coratda anadan olmuşam, boya başa çatmışam. Sizdən Allah razı olsun Murad qardaşım. Xızı TV-nin rəhbəri. Çox təşəkkür edirəm sizə, gəldiniz, gəlirsiniz. Yəni baxıram da sizi izləyirəm. Bizim dağlıların nə işlə məşğul olduqlarını, onların mətbəxini, ondan sonra kəndlərini, insanlarını işıqlandırırsınız. Bizi yaddan çıxartmırsınız. İnanın elə sevindim, çox sevindim, ürəyim fərah hissi ilə doldu. Dedim, nə yaxşı, çox gözəl. Mən də bu günləri istəyirəm, bizim dağlı yeməklərindən, xanımlarımızın, dağlı qızları, bilmirəm, hamı bilir ki, çox mərddilər, zəhmətkeşdilər dağlı qızlarımız. Ümumiyyətlə, bizim Azərbaycan Respublikasında qızlarımız, gəlinlərimiz çox zəhmətkeşdilər, bacarıqlıdırlar. Bax, işləyirlər, həm ailələrinə, yoldaşlarına kömək eləyirlər, həm uşaqlarını tərbiyə eləyirlər, həm evdə də ki, biş-düşləri ilə məşğul olurlar. Valla mən şair olsaydım onlar üçün şeirlər bəstələyərdim, yazardım onlar üçün, onların şərəfinə, həqiqətən. Mən özüm də işləməyimə baxmayaraq, mən də öz evdə yeməklərimi hazırlayıram, özüm bişirirəm. İndi bu günləri, valla nə bilim, istəyərdim mən sizə dağlıların gözəl mətbəxindən. Bax, valla ət xörəkləri çoxdur, ət xörəkləri. Bax, mən anamdan da eşitmişəm, nənəmdən eşitmişəm. Ətdən o qədər xörəklərimiz var ki, bax, qovurmaya qədər. Bu günləri nənəmdən eşitmişəm, bax, anam da danışırdı ki, kəsirdik deyir, heyvanı kəsirdik deyir, qovururduq, yığırdıq küpələrə. O vaxtında Xirəkdə yaşayanlar, kətdə yaşayıblar, qoyunu, dananı. Ət xörəklərimiz, bozbaşımızdır, parça bozbaşımız, qovurmamız. Bu günləri mən amma istəyirəm, fərqli bir də görürsən ki, adam evdə, görürsən ət yoxdur da, olmur. Olmayanda mən valla heç fikir eləmirəm ki, bu gün mən ət almadım. Gözəl bax, taralı umacımız var, bax indi soyuq havalardır, elə gözəl, yaxşı gedir, bax belə həmişə bizim evdə həmişə pişib. Taralı umac, içinə turşu ilə, ondan sonra umac düzəldirdik. Umacı ilə, heç düyü ilə yox, elə umacla özümüz eləyirdik. Ondan sonra, bax, şuro pişirirdik, şuro, soğan suyu. Elə bu günləri mənim, bax, bugün hazır eləmişəm, tutmac deyilən bizim dağlıların, məni dağlılar indi baxsa biləcəklər də, bu tutmac pişəndə bütün evlərdə toy bayram deyim, nə deyim valla. Yəni sevinirdi hamı ki, bugün tutmaz bişəcək. Belə baxanda, yəni ki, içində bir ət yoxdur. Amma, bax bu noxuddur. İndi özüm qaynadıb əvvəlcədən hazır qoymuşam ki, vaxta qənaət üçündə. Bax noxuddur, qaragöz lobyadır. Görürsən, bəzən olanda vururdular, olmayanda yox. Amma mən bugün elə onu da qaynadmışam. Sonra
Bunu da kəsmişəm, xingəlini də hazır eləyib qoymuşam. Göyərtilər də bax burada təmizləmişəm. Biz hələ ki o dağ şomusu çıxır ha. Bax o bizim xızının o dağ şomusu. O şomunun dadı bir başqadır. İndi bu günləri əlimizə çatan budur da. Amma mən həyətimizdən buna elə vurmuşam bura. Ağçıqundur yarpağı da vurmuşam. Əmək köməkçi vurmuşam. Cincilim. İndi o keşni, şüyüddü, onlardan biraz az. Ki biraz tamı gəlmək üçün. Burada bu göyərtilər də doğramışam, hazırdır. Sonra bunun üçün bir də bizə qatıq lazım olur. Qatığı çalırsan qəşəng. Burada quru nanə, biraz da zövqə görə sərmisaq. Burada bax hazırlamışam, qoymuşam. Bizim qızlarımız indi bəzən mənə elə gəlir ki, valla bunu indi mən bişirəndə çoxları görəcək, çox maraqlı gələcək onlara və bu yeməyi hazırlayacaqlar. Düzdür, biz Xirək kəndindən çoxdan atam gəlir rəhmətliklər, o vaxt çoxdan düşüblər də, oradan gəliblər kənddən, gəliblər Giləziyə, oradan sonra biz atam işi ilə bağlı Sumqayıta gəlib, Bakıya gəlib, oradan Sumqayıta, sonra da gəlib orada Coratda biz məskunlaşmışıq, 59-cu ildə gəlmişik. Mən özüm burada Coratda anadan olmuşam. Corat cəmaatı çox gözəl insanlardılar. Coratlar dəniz qırağlıdırlar. Dəniz qırağında yaşayan insanlar həmişə ürəkləri, qəlbləri açıq olub onların. Mən özüm Coratlı gəliniyəm. Həmişə fəxr eləmişəm. Bizim bax qoy bunu da deyim ki, bizim Corat kəndindən nə qədər alimlər, nə qədər necə, yəni hamı Corat cəmaatına bəlkə də biraz bilmirlər, çoxu məlumatları yoxdur, amma Coratdan çox gözəl iş adamları çıxıb, elm adamları çıxıb. Həmişə mən fəxrlə fikirləşmişəm ki, nə yaxşı, mən burada yaşayıram. Onu da demək istəyirəm ki, Allahın köməkliyi ilə, Allaha şükür, Allah ruzu da verib. Heç vaxtı, bax qız gəlinlərə deyirəm, heç vaxtı ay o yoxdur, bu yoxdur. Valla əlimizin altında nə oldu, bişirin, qəşəng ailəmizlə, gözəl, mehriban, şad, xürrəm, yığın ailəmizi bir yerdə, yeməyinizi yiyin, Allaha da şükür eləyin. Bax Murad qardaşım, düz deyirlər doyumluq deyil, doyumluq deyil. Ümumiyyətlə insan. Yəni ki, yeməyi bir xurma da yesən, doya bilərsən. Amma adam var ki, neçə cürə yemək yeyir, heç doymur. Amma mən deməzdim ki, bu doyumlu deyil. Çünki noxuddur. Bunun o qədər tərkibi zəngindir ki, bu noxud, lobyadır, sonra bu göyərtilərdir, nə qədər vitamin var bunların tərkibində. Ondan sonra bu özüdür, məsələn, yumurtayla yoğurulub da xəmir. Bax, bu xəmir lavaşdır, kəsilib, hazır təpitmə eləmişik. Amma bəzən olur ki, tez tələsi eləyəndə bunu çiğ də eləmək olur. Məsəl üçün, xəmiri tez, indi insan da istəyir, ürəyi istəyir də, istəyir ki, eləsin, hazırlasın. Yəni, çiğ formada da eləmək olar. Xəmiri yaydın, kəsdin, yəni o formada. Bunu biz necə eləyirik? Belə baxır da, məsəl üçün, bir 5 nəfərlik əgər bunu pişirirsənsə, heç olmasa bir 4 dənə yayma olmalıdır. 4 yayma, 5 yayma. Adam başına heç olmasa bir yayma düşsün də, belə. Baxır da yayma, belə yığacam bir dənə, belə yayma. Bir də ki, bu yeməyi, valla, hələ çox adam deyir məzə üçündür, amma mən deməzdim. Mən bunu hərdən, indi bu günləri biraz belə qarışıqlıq oldu. Nətər, yəni tez alındı da bizim işimiz. Mən bunu ətin suyunda da eləyirəm. Ətin suyunda. Yəni, anamdan soruşmuşdum. Anam deyirdi ki, hə, olar. Niyə olmur ki? Bax, anam rəhmətli doğaya belə, xırda küftələr atırdı. Biz atmışıq. Bu günləri deyirlər, nə bir yayla şorbası, nə şorbası. Deyirəm, valla bu bizim elə öz mətbəximizdir. Yəni, deyirlər, filən yerdə türklər belə şey pişirir, bunu pişirdi. Deyirəm ki, şəxsən mən üçün, Murad qardaşım, o mətbəxin sərhədi yoxdur. Sərhədi yoxdur. Mətbəx elə bir şeydir ki, qadının
ən gözəli bir qadın bax vəzifədə ola bilər. Bax, nətər deyimsə, jurnalist ola bilər, müəllimə ola bilər, həkim ola bilər, bax, prokuror da ola bilər, məsul işlərdə işləyə bilər. Amma mətbəx başqa şeydir. Mən hərdən bizim Mehriban xanımımız, bizim vitse-prezidentimiz Mehriban xanımı mən hərdən izləyirəm, çox vaxt izləyirəm, görürəm piroqlar bişirir. Hətta onun bir dəfə dolma bükməyini görmüşəm. Mənə o qədər ləzzət eləyib, balaca belə dolmalar bükürdü. Yəni ki, bizim qadının qadınlığı, gözəlliyi onun vəzifəsi ilə ölçülmür. Onun mətbəxi ilə ölçülür bu günləri. Əsas mətbəxdir. Əgər bir qadının mətbəxi varsa, özü də ki, mən buradan bəzən mən deyə bilmərəm, işləyən qadınların çatdıra bilmirlər. Bu günləri maşallah var da, yerlər var, hər şey satılır. Amma bir qadın evinə gələn qonağına, bax bu əlləri ilə əgər nəsə hazırlayırsa, deməli, o qonağına hörmət eləyir, onu dəyərləndirir. Gedib hardansa almaq, vallahi indi var da, çox şey, hər şey var, hər şey satılır. Ona görə də mənim üçün mətbəx. Biz özümüz 6 il Türkmənistanda yaşamışıq. Yoldaşımın işi ilə bağlı. Türkmənistanda mən onların bütün mətbəxini öyrəndim. Bütün mətbəxini. Mən ilk dəfə onlarda Türkmən aşı biz deyirdik də, bu Orta Asiyanın aşıdır, kökünə belə pişirirlər onu. Mən onu ilk dəfə pişirəndə bizim orada qonşularımız gəldi, dedi ki, bunu sən nə gözəl pişirdin, ilk dəfə pişirdin. Ona görə də mənim üçün şəxsən mətbəxin sərhəddi yoxdur. Bütün bölgələrimizin, Azərbaycanın bütün bölgələrində nə bişirsə, nə hazırlanırsa, o elə bizim hamımızındır. Və mənim bu evimdə, bu kasıb evimdə, o mətbəxdən, bu bütün bölgələrin mətbəxindən mən hər şey pişirirəm uşaqlarıma, üzr istəyirəm, nəvələrim üçün, ondan sonra evimə gələn qonaqlar üçün. Hər şeydə hazırlayıram. Bir dəfə mənim heç yadımdan çıxmır, bacım gəldi, anama mama dedi, anam ona hay vermədi. Anam vermədi ona. Anam o qədər ağır təbiət, Seyid Kübrə. Bizim bir tərəfimiz gedir, çıxır. Seyidlərə gedir, çıxır. Anam o qədər həyalı, o qədər. Deyirdim ki, ay bacı, biz hamı mama deyir, ana deyir. Deyirdi, yox qızım, əyibdir. Yəni ki, böyüklərdən əyibdir. Mənə elə bacı deyir. Ona görə biz elə anamıza bacı demişik. Vallahi. Yəni ki, mama, ana deməmişik. Özdə ki, ay Murad qardaşım, o bizə elə valideynlərimizdə keçib. Mən özümdə də var, o həmişə özümlə, böyüklərlə belə, onlarla oturmuşam, onlarla bir yerdə olmaqdan belə, nətər deyərlər, onlarla olmaqdan zövq almışam, özümdən böyüklərlə. Bax, bizim Coratda Allah can sağlığı versin, Dostxan müəllim, Zülfüqarova Dostxan müəllim. O insan o qədər savadlı, təmiz ingilis dili, fransız dili, bizim Corat məktəbində direktor olub, Qırmızı Aypara Cəmiyyətinin üzvü olub. Yəni ki, sonra bu saat hal-hazırda hardasa 85-ə yaxın yaşı var. Yəni bax, həmişə gedib onun yanında oturmuşam. Məsələn, mən elə bizim öz dağlımız deyə Feyziyeva xanım, doktor Feyziyeva, Şurabaddan. Sumqayıtın fəxri adamı olub, fəxri adamı. 89 yaşında keçən rəhmətə getdi. Həmişə mən, elə bil ki, o insanlar mənim həyat müəllimim olub. Yəni, həmişə hamıya, bugün kiçiklərə həmişə deyirəm ki, özünüzdən ağıllı, özünüzdən böyüklərlə oturun, durun, onların tövsiyələrinə qulaq asın. Bu gənclərimiz də, yəni, vallahi elə xeyir eləyir adama ki, həm mənəvi qidadır, həm ruhu qidadır insan üçün. Əbirim Allah, məndə də elə uşaqlıqdan olub, həvəs, bişirmək, düşürmək, yığışdırmaq, işləmək. Həmişə hamıya da kimi qoyuram, görsəm, deyirəm, zəhməti sevin, işləyin, işləməkdən heç vaxt yorulmayın. Allah bizə nə qədər can verib, can sağlığı verib, işləyək, heç vaxt da şikayət eləməyək. Allaha şükür olsun.
bütün balaları saxlasın. 2 dənə qız evladım var. Onlar öz evləri, öz eşikləri. Biz evdə mən hər şeyimi hazırlayıram. Hazır eləyəndən sonra da çağırıram ki, gəlin, indi gəlin yeməyə. Bir də nə ola bilər? Məsələn, mən noxudumu istadıram, noxudumu. İndi Allaha şükür xaladenliklər var. İndi elə xaladenliklər var ki, dondurucular qoyursan. Mən həmişə hazır, noxudumdur, ondan sonra bax, bu lobyadır. Yəni çox şeyli, meyvəyə qədər qoyuram xaladenlikdə. Öz həyətimdə smarodina var. Mənim xaladenlikimin bir gözü var. Ancaq indi sizə çaya piroq da pişirmişəm. İnşallah ki, çay da içərik. Mən hazır eləyirəm, hazır. Yəni, mənim üçün problem olmur. Bax, bizim suyumuz qaynayır. Mən bax, artıq qaynayır suyumuz. Mən də birinci bunun duzunu tökürəm, duz. Duzu elə tökürəm ki, yəni nə qədər bişirilir. İndi o, bəlkə kimsə öyrənmək istəyəcək. Onda o nə qədər eləyirsə, ona uyğun duz tökülür. Duzumuzu atdıq içinə. Bax, qaynara çıxıb. Sonra, bax, noxud. Bax, qaynanmış noxudumuzdur, bax. Tökürəm noxudu. Bismillah. Ölənlərimizin ehsanı olsun. Dünyadan köçən. İnan Allaha, mən hər dəfə, bax, indi bu Corat qəbristanlığı Əhli Quburdan başlayıram, Peyğəmbərlərimizdən başlayıram. Sonra gəlirəm, Xızı rayonunda nə qədər qəbristanlıq əhli var, onlara, ruhuna, bax, bir çimdik duz atanda mən onları yad edirəm. Allah rəhmət eləsin. Birinci noxudu tökürəm, amma pişiblər, hər ikisi pişib. Yəni, fərqi yoxdur, amma pişib. İndi bunları tökdüm deyənə, biraz qaynama dayandı. İndi qaynara çıxandan sonra lavaşımızı tökəcəyik. O qədər dadlı olacaq ki. Evdə indi gözləyirlər bizi ki, bircə tez pişsin, yesinlər. Heç inanırsınız ki, bəlkə hələ heç bir ildir mən heç özüm pişirmirəm, yalan nə deyim. İndi qardaşım oradadır, bizdədir, gəlib qonaqdır. O özü də deyir ki, heç mən də çoxdan yemirəm. İndi bir dənə örtürəm qapağını, bir dənə qaynara düşsün. Qaynara düşsün ki, belə hər şeyi hazır eləyəndən sonra çox asandır, tez bişir. Əsas odur ki, bu malzəmələr hazır olsun. Göyərtisidir. Düzdür, amma vaxt aparan şeydir də. İndi bu göyərti təmizlənməlidir, ondan sonra yuyulmalıdır, qurumalıdır. Bir dənə süfrəyə bükürsən ki, göyərti qəşəng qurusun. Ondan sonra lavaşı hazırlamaqdır. Yəni, vaxt aparır. Valla, bu ət soğuzu pişirmək bundan asandır. Ətdir də nədir ki, qoydun ora, qaynadı, dalıcan, nə bilim, kərtofudur, soğanıdır, vurursan. Amma bu vaxt aparan şeydir. Bax, valla, mən anam da həmişə deyirdi ki, biz o vaxt deyir, lap kənddə də anam danışırdı ki, biz kabab eləyirdik, yəni kabab pişirirdik. İndi bilirsiniz də, bu kəndlərdə əti ət kimi daha çox yeyiblər də. Məsələn, heyvan təzə kəsilən kimi mütləq ya cızbız, ya da ki, kabab eləyiblər. Deyir, biz kabab eləyirdik, pişirirdik, amma üstündən deyir, tutmacı yeyirdik. Yəni, o dərəcədə. Amma bu elə şeydir ki, bunu mövsümü, bax, bu yaz aylarında, o göyərtinin o bol vaxtı olur, belə, o tər, məsələn, o şey, quş əpəyi çıxır, quzu qulağı çıxır, yəni, belə şeylər olanda, belə göyərtilər olanda, dad tam bir başqa cürə olur. Bu ildə mən də çalışdım, indi içində yenə var, əmək köməci var, cincilim var, amma yenə də o göyərtilər olanda, o da daha nə qalıb ki, martdan sonra çıxır da. Hələ bayaq qardaşımla danışırıq, deyirik, Allah qoysa, biz gedirik. Biz xirəkə çox gedirik. Atam rəhmətli elə sağlığından. Biz heç vaxt amma kəndimizi boş qoymamışıq. Həmişə gedmişik. İnşallah Allah qoysa, o gün olsun ki, bizim o kəndimizdə bir canlanma olsun. Allahın köməkliyi ilə. Vallahi biz gedmişik həmişə. Gedirdik.
Atam rəhmətlik aparırdı bizi, heyvan kəsirdik orada. Mən elə bu yay 2 dəfə, 3 dəfə getmişəm bu yayda. Getmişik, qəbirstanlığı ziyarət eləyirik orada. Ondan sonra nə qədər o Ramaşka deyirik, o əsli adı yadımdan da çıxır. Yığdım. Mən bilirəm o otları, çox müalicəvi. Oran, mən sizə deyim ki, inanın Allaha, Xızının o kəkli otusu var ha, bizim o tərəflərin bir başqadır da. Hətta mən deyərdim ki, biraz aşağılardan da yığırlar. Onu ilə onda çox böyük fərqi var. Bax, indi suyumuz qaynara çıxdı. Bu şey qaynayır. Qaynadı. Artıq pişib, yəni. Biz tökürük bu lavaşını. Bax, hazırlamışam, lavaşdır, hazırlamışam. İndi lavaşını tökəcəm. Bismillah. Bugün Allah bütün xirəkillərin Allah can sağlığı versin. Onlara dünyadan köçənlərinə Allah rəhmət eləsin. Bugün ruhları şaddır. Mən həmişə çalışmışam ki, o milli mətbəximiz ki var, o qədim yeməkləri, o şeyləri qoruyub saxlayayım. Allah sizdən çox razı olsun. Həqiqətən. Murad qardaşım çox razı olsun ki, bax belə gəlirsiniz, işıqlandırırsınız. Bizim dağlı qızlarımız, Allah. Bilmirəm, indi bilirsiniz də, bizim dağlıların gözəl xalça toxumaqları var ha. Xalça toxumaqları. Həqiqətən, elə qız gəlinlərimiz xalçalar toxuyublar ki, mən özüm də toxumuşam xalça. Üzr istəyirəm böyüklərdən, mənim gəlinlik xalçamı, özüm o cehiz xalçamı özüm toxumuşam, anamla bir yerdə. Anam onun iplərini də özümüz eləmişik, özümüz. Allaha and olsun, anam darağı var idi anamın, daraq, bax belə-belə daraqda ipini, cəhrə deyirik də, cəhrədə əyirdi. Sonra mən özüm o rəsm xəti bitirmişəm. O vaxtlar çerçeyn edirdilər də, bizi göndərirdilər, 3 il oxumuşam o sahədə. Mən öz xalçamın çeşinlərinin bəzilərini, düzdür, o bizim özümüzə aid olan çeşinlərimiz də çoxdur. Orada 1-2 dənə yer var ki, mən özüm orada çeşinlər çəkmişəm, özüm. Bizim dağlı qızlarımız, yəni o vaxt bilmirəm, bilirsiniz də, biraz elə bir vəziyyət nətər idi. Xalça satırdılar da, evlərdə toxuyurdular, satırdılar. Sonra bu sintetiklər çıxdı da ortalığa, sonra nəsə alınmadı. İndi də toxuyanlar var, Giləzdə də var, səhv eləmirəm, var, toxuyanlar var. Amma bugün inanın Allaha bir həvəsim var ki, məsəl üçün mən otursam özüm toxuyaram yenə. Yəni o həvəsim var. Sonra biz anamla soğan qabığı ilə elədik. Rəngləri, soğan qabığı ilə elədik ayrıca. Bax indi, bax bu qaynayır, qaynara düşür. Dedim birdən noxud çox olar, amma yox, apardı. Lobiyası. Nə var, bunda lobiyanı da aparacaq. Mən qaynadıb qoymuşdum. İndi bax bunun əsas bax bu göyərtisini tökəcəyik. Sonra biraz bunu dəmə qoyacağım. Çünki xəmir tez pişən şeydir. Bax bu göyərtini tökürük. Bax bu da onun ayranıdır. Bax nanəli. Bir zövqə görə də sarımsaq var içində, az. İndi biraz xodunu alırıq. Vamda. Duzuna baxaq görək necə alınır. Əgər ehtiyac varsa, mən gərək biraz duz əlavə edeyim.
Əla. Yox, həqiqətən. Duzu da yaxşıdır, çünki ayranımızda da duz var. Ona görə çox şor eləmək olmaz. Artıq bizim bax yeməyimiz hazırdır, tutmac hazırdır. Bax görürsüz, göyərtinin rəngi də özündə qalıb. Yəni bax indi biz çəkəcəyik, indi necə süfrəyə verilir, mən indi onu da göstərəcəm. Belə inanırsınız ki, ya, yəni bütün hər şeydə bax bu lobyadır, noxuddur, göyərtinin özündə olan özünün yağı var. Bax İndi o diqqətlə, bilmirəm, indi o görünəcək, görünməyəcək. İnanırsınız, inanın Allaha, orada o yağ görünür. Yəni burada yağdan istifadə olunmayıb, amma yağ var. Yəni bütün, kim ki deyir, bunu tutumlu deyil, laf gözəl də tutumludur. Yəni bu mənim öz fikrimdir ya, deyirəm, o deyirləri adamı tutmur ha. Biraz fərqli yanaşmalar var da. Deyir, yayma üçün deyirlər ki, yayma, doyma. Bozlamaz, qarnım aç. Bizim dağılan sözüdür. Təndir çörəyi, evin dirəyi. İndi o demək deyir ki, indi adam elə yayma yeyəndə elə yeyirsən, doymursan. Yox. İndi ola bilər, indi bunu da tutmaz. Mənim bu fikrimdir ki, ola bilsin, o qədər dadlı olub ki, bunu da çox pişirməyiblər axı. Elə hamıya bir pay qoyublar, yeyiblər, deyiblər ki, hə, belə. Yəni tutmadı, az oldu yəni. Yox, bugün bizdə çoxdur, yeməyimiz boldur. Bax, indi bunu necə verilir süfrəyə? Bax, mən bunun artıq bitdi pişməyimiz. Bax, söndürdüm altın. Bax, belə dərin qabda, belə dərin qaba çəkilir. Bax, çəkdik. Ayranda zövqə görə, hamı nə qədər istəyir, ayran tökə bilər. İndi mən bunu göstərmək üçün, bax, bir abgərdən, bax, abgərdən. Çox adam çömçədir, biz elə abgərdən öyrənmişik. Bax, abgərdən, bax, belə tökdüm. Bax, süfrəyə bu cür verilir. Çox gözəldir, valla dadı-zadı çox qəşəngdir. Murad, çox sağ ol. Allah razı olsun, gəldiniz, çəkdiniz, işıqlandırdınız. Mən də pişirdim, əlimdən gələni, necə bacarıram elə pişirdim. Böyüklərdən də üzr istəyirəm mən, məndən böyüklər, bəlkə indi baxarlar, məndən daha yaxşı pişirərlər. Mən onlara da hörmətlə yanaşıram. Hamı pişirsin evdə.